çox bəzək var, mama göz verir. Hello gəlin, bugün məni gəlinim bəziyyət düzüb toya yola salır. Allah bütün qaynənələrə qismət olsun, belə gəlin olsun, onu bəziyyət düzüb toya yola salsın. Bax, gəlinlə mehriban olsanız qaynənələr, sizə də belə bəziyyəcəklər. Olmazsanız, ayrı cür bəziyyəcəklər. Kommentlərdə çoxlu yazırlar ki, xalanın ikinci oğlu var, gəlin gəlmək istəyirəm. Yoxdur, yoldaşım bir dənədir, o da mənimdir. Allah xeyran versin, gəlin. Siz də gəlini gətdiniz, verin yəsin oğlanlarınızı, qarmalı var minəllərindən. Xoşbəxt olsunlar. Qaynanalar qısqanır oğulların, ona görə imkan vermirlər gəlindən şey olsun. Yox, hamını qısqanacaqdınsa, bu xalqın uşağı nəyə gətirirdi? Məncə gülbən gəlin daha yaxşıdır, çem belə içim. Ha da bilirsən nədir, o gülməyən nədir? O gülməyən fikirləşir ki, nəysə tapacaq da bir mövzu tapıb atacaq ortalığa. Amma sən nə olsa deyib gülüb yola versən gedir. Sənə 20 yaşında gəlinlər kimi bəzədin, nə dərim görsən əl boşayacaq falan. Valla. Boşamaz 50-40 neçə deyil? 40'dır. Düz 40 ildir. Ha, 40 ilimiz may ayı tamam oldu. Mən təzə ailə qurub gələn vaxtı kosmetikadan da istifadə edirdim. Yoldaşım qısqanırdı ama qaynənəm. Allah sana can sağlığı versin, biraz da yaşa. Qaynənəm deyirdi ki, dəymə, xoşuma gəlir. Təbii sevgi var, yalan sevgilərdən yox. Ondan olanda o sevgi, xoşbəxtçilik ömrü boyu gedir. O saxta qurulanda dağılır. Bizimki təbii deyil, nənə. 40 ildir. 40 ildir, hə. Gəlinim məni bəzədi, düzədi, toya yola salır. Allah bütün qaynənələrə qismət eləsin. Belə gəlinin əli ilə, gəlin bəzəsin, düzəsin, yola salsın. Yaxşı bəzəmirsən, çox sağ ol. Amma biraz abartmısan da, onu kişi görür. Duram gedəm toya, qaynənələr siz də həmişə toyda. Gəlinlə mehriban olun, gəlin sizə həmişə bəzəyəcək, qormayın.